Nikol Paşinyan növbəti videosu ilə dili ağıza düşüb. Bölgə TV xəbər verir ki, bu dəfə Nəşəli Oğlan divarında 8 güşəli ulduz olan gecə klubunda peyda olub. Ermənistan baş nazirinin musiqi dinləyə-dinləyə əlini dizinə vurduğu görüntülər onun həyatdan həzz almasına dair ilk sübut deyil. Bundan əvvəl də Nikol Paşinyanın sosial şəbəkədəki daimi izləyiciləri Dazbaş, orta yaşlı kişinin oturub erməni şansonu və xalq mahnıları Adel, John Lennon, fransız və rus repinə, DDT qrupuna, barokko musiqisinə, Vysotskinin qaraçı romanslarına, Zemfraya qulaq asdığına dair videolar görüblər. Noyabr ayında Rusiyalı marketoloq Yegor Bolonski bildirib ki, Paşinyanın qəribə videolarının arxasında dünyanın ən böyük PR agentliklərindən biri olan New Yorkda yerləşən Edelman şirkəti dayanır. Rəna Rövşən qızı, BTV.